Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda ibtidai sinif müəllimləri üçün və liseylərə hazırlaşan şagirdlər üçün Emaşim kitabından ədəd məsələlərinə aid 1203-cü sualdan başlayaraq testlərin izahına baxacağıq. Qeyd edirəm ki, əvvəlki suallar 1203-dən əvvəl olan suallar. Demək olar ki, bir çoxu əvvəlki nəşrlə eyni tip suallardır və həmin sualların izahı da kanalda yerləşdirilib. Yəni kanaldan, YouTube kanalımızdan həmin sualların izahına baxa bilərsiniz. Bu cür video izahlarında sizə faydası varsa, videonu bəyənib, paylaşıb, rəy bildirib və kanala abunə ola bilərsiniz. Hər birinizə uğurlar. Başlayaq sualların izahına. 1203-dən başlayırıq. A sayda qələm və 2 A sayda silgi eyni qiymətədir. 5 qələm və 1 silgi alan şagird qələmin qiymətinin neçə mislini ödəmişdir? Əgər A sayda qələm, 2 A sayda silgi deməkdir. Yəni bu demək ki, qələm silgidən 2 dəfə bahadır. Çünki bunu A sayda götürür, bunu 2 A sayda. Və ya da bunu belə də yaza bilərik. Yazaq qələm, yazaq silgi. Qələm bilmirik neçədir. Məsələn, qələm olsun X. A saydadır. Tutaq ki, məsələn, X qiymətədir. Məsələn, 5 manatadır qələm. 4 dənə qələm nə qədər edəcək? 5-i 4-ə vuracaq. İndi A sayda olduğuna görə X qiymətədir axı. Ümumi qiyməti nə qədər olacaq? A-nı X-ə vuranda AX qədər. Və silgi deməli 2A saydadır axı. Silginin qiymətini bilmirik. Məsələn, Y-dir və 2A saydadır. Tutaq ki, silgi 3 manatdır və 7 dənə silgimiz var. 3-ü 7-yə vuraraq da. İndi Y deməli qiymətədir və 2A sayda. Qiyməti nə qədər olacaq? 2AY. Bunlar bir-birinə bərabərdir. Yəni AX bərabərdir 2AY-ə. Hər tərəfin A bölsə alar gedər. Bax, buradan başa düşürük ki, artıq X bərabərdir nə? 2Y. Əvvəlcədən də onsuz qeyd etmişdik ki, yəni qələm silginin 2 misli qədərdir. Qələm və silgi qeyd etməmişdik. Yazırıq qələm, buraya yazırıq silgi. Qələmlə nə qeyd etmişdik? X-la. Artıq X-in yerinə nə yazacağıq? X-i 2Y-nə əvəz etdik. Yəni qələm artıq 2Y-dir, silgi isə Y-dir qiyməti. 5 qələm nə qədər edər? 5 vur 2Y-ə bu edər 10Y. Və 1 silgim, 1 silgi ilə Y-i 1-ə vuranda yenə də 1Y. Bunları alan ümumi nə qədər edər? Yəni 10Y üstə gələndə Y bu edər 11Y. Qələmin qiymətinin neçə mislini ödəmişdir? Qələmin qiyməti də nə qədərdir? Qələmin qiyməti 2Y-dir. Yəni 11Y 2Y-in neçə mislidir? 11Y-i biz bölərik 2Y-ə. Y-lər gedər, 11-i 2-yə böləndə düşər 5,5. Yəni cavabımız edər C variantı. Bu formada yazmağınıza da ehtiyac yoxdur. Sadəcə əvvəldən onsuz qeyd etmişdik ki, qələm silginin 2 misli qədərdir qiyməti. Çünki A sayda alır, silgini isə 2 A sayda. Yəni silgini ondan daha çox alır. 2 dəfə çox aldığına görə demək qələm ondan 2 dəfə daha baha imiş. Keçək növbəti suala. 1204-cü suala baxırıq. Yenə A sayda qələm, 3 A sayda silgi. Bayaq onsuz qeyd etmişdik, bir dəfəlik yazaq. Yəni qələm silgidən demək 3 dəfə bahadır. Yəni silgi X manat olsa və yaxud da X qiyməti olsa, qələm ondan 3 dəfə bahadır. Olacaq 3X. Və 4 qələm alan, yəni 4 vur 3X-a, 3 silgi. Üstə gəlsin 3 vur X-a, silgi X-i. Cəmi də 4 üçün 12, o da 3, 15X. Bizdən nə soruşur? Qələmin neçə mislini ödəmişdir? Qələm də 3X-dir axı. 15X-i böləndə 3X-a cavabımız edəcək, deməli 5. Yəni B variantı. Keçək növbəti suala. 1205-ci suala baxırıq. Sinifin şagirdləri sıralara 2-2 otursalar, 3 şagird ayaq üstə qalar, 3-3 otursalar, 2 sıra boş qalar. Sinifdəki şagirdlərin sayını tapın. Parta şagird məsələləri mövzusuna aiddir. YouTube-da da kanalımızda da izah etmişik. Oradan da baxa bilərsiniz. Nə edirdik? Sıranın sayını yazırdıq, sıranın sayını X-ini. İndi deyir 2-2 otursalar. Baxın, məsələn 5 dənə sıra var. 2-2 oturanda neçə nəfər olur? 5-i 2-yə vurmalıyıq da. İndi X sayda olduğuna görə biz nə etməliyik? X-i vurmalıyıq. 2-2 oturduğuna görə 2X. 3 şagird də ayaq üstədir. Məsələn, bayaqki kimi 10 şagird oturub, 3-ü də ayaq üstə. Cəmi neçə şagirdi var? Ondan 3-ü toplayırıq. İndi 2x şagird oturub, 3-ü də ayaq üstə. Yəni 2x plus 3 bu oldu şagirdlərin sayı. Buraya işi yazırıq, şagirdlərin sayı. 3-3 otursalar deyir, 2 sıra boş qalar. 3-3 otur, 2 sıra boş qalırsa, yəni x sayda sıra deyilmiydi?
İkisi boş qalırsa həmin sıraya ehtiyac varmı? Xeyr. Yəni 2 azın götürsəm və bunlar da üç-üç otursalar, yenə də şarjlərin sayını verirmi? Bəli. Onda bunlar bir-birinə nə olmalıdır? Bərabər. Bunu belə də düşünə bilərik. 3-3 otursalar 3-ü nəyə vurmalıydıq? X-a. Deyərdik 3x şarjdır. 2 sıra boş qalır deyir. Hər sırada onsuz 3-3 oturmurdular. İkisi boşdursa, 2-ni 3-ə vuranda bu neçə eləyir? 6. Deməli 6 şagird, həmin 6 şagirdin yeri biz artıq hesablamışıq. Çünki o boşdur. Yəni çıxmalıyıq 6-nı. Bu da elə yazdığımız mötərizənin paylama qaydasından vurulmasıdır. Bax, 3-ü x-ə vuranda 3x, 3-ü 2-yə vuranda 6. Yəqin fikrim aydın olmuş oldu. 2x plus 3. Buradan x-i tapaq. 3 üstə 6 9, 3x-dan 2x-in x. X oldu 9. X bizdə nəyin sayıdır? Sıranın sayını qeyd etmişdik. Bizdən şarjlərin sayı istəyir bərabərliyin. Solunda istəyir sağında fərqi yoxdur. Yerinə qoyub tapaq. 2 vur 9-a üstə gəl 3. 18 üstə 3 21. Və yaxud da 9-dan 2-sini çıxanda 7, 7 üçün 21 cavabımız edər B variantı. Keçək növbəti suala. 1206-cı suala baxırıq. Ardıcıl 2 cüt ədədin kvadratları fərqi 28 olarsa, bu ədədlərin cəmi neçədir? Deməli, bu tip suallarda bir neçə cür izah edək. Əgər cəmi soruşursa, kvadratları fərqi verilib, cəmi soruşursa, həmin ilə cəmi 28-i, yəni kvadratlar fərqini daha doğrusu, 28-i bölərik 2-yə, düşər neçə? 14. Kvadratları fərqin 2-yə böləndə verilən ədədlərin cəmi tapılır. Bu birinci yol. Yəni cavabımız 14 etdi. İkinci yol. Ədədin biri x olsa, digəri cüt ədədləri 2 artıraq. Digəri x plus 2 olar. Kvadratı deyirsə, x-in kvadratı o deməkdir ki, x vur x-a. Yəni eyni ədədi eyni ədədə vururuq. Bu olur x-in kvadratı. Bizə bunu demək istəyir. Və x plus 2-nin kvadratı o deməkdir ki, x plus 2 vur x plus 2-yə. Bu bəzi ibtidai sinif müəllimləri üçün və şagirdlər üçün çətin olarsa, indi bunun hər cür yolunu göstərəcək, tam aydın olsun. Baxın, bunu belə fikirləş. Biz x burada tək olsaydı, x-i vurmalıydıq nəyə? X plus 2-yə. Amma bir də əlavə nə var? Plus 2 var. Plus 2-nin özündə vurmalıyıq nəyə? X plus 2-yə. Açılışını yazsa. Birincisinə baxaq. X-i x-ə vuranda x-in kvadratı. Üstə gəl x-i 2-yə vuranda 2x. Üstə gəlsin. 2-ni x-ə vurdu. 2x. Üstə gəlsin. 2, 2-nin 4. Bu da bərabər olar. Deməli x-in kvadratı. 2x üstə 2x. Üstə gəlsin 4x. Üstə gəlsin 4 olmuş olur. Bu bir qayda kimi yadda saxlaya bilərsiniz. Qayda kimi necə? Deməli, yazırıq ki, A üstə gəlsin B-nin çöldən kvadratın açılışı belədir. A-nın kvadratı plus 2AB, yəni onların hansının 2 misli, üstə gəl B-nin kvadratı. Yəni həqiqətdən də burada yazsaq, x plus 2-nin çöldən kvadratı bərabərdir. X-in kvadratı olur. Üstə gəlsin hasillərin 2 misli. 2x 2-yə vuranda eləyir 4x. Üstə gəlsin ikincisinin kvadratı. 2-nin kvadratı eləyir 4. Və biz də o ifadəni burada almışıq. Sadəcə bu formada niyə yazdıq? Formada ona görə yazdıq ki, qeyd etdiyimiz bəzi ibtidai sinif müəllimlərinə və yaxud da şagirdlər üçün çətin olar ki, ibtidai sinif müəllimində belə qeyd edək ki, vurğuları ayırma demək olar ki, yoxdur. Nəysə, davam edək. Bizdən nəyi soruşurdu? Bizə deyir ki, fərqləri 28. Yəni, deməli, x kvadratı üstə gəl 4x, üstə gəl 4-dən çıxsam digər ədəd, yəni x-in kvadratın bu bərabər olmalıdır 28. Burada deməli nələr gedər? X kvadratları getdi. 28-dən 4-ün çıxanda 4x bərabər olar 24-ə, x də bərabər olar 6-ya. Ardıcıl cüt ədədlərdir axı. Yəni biri deməli 6 imiş, digəri 6 üstə gəl 2, 8-miş. Bizdən bu ədədlərin cəmi soruşur. 6 üstə 8 bu deyir neçə? 14. Bu oldu neçənci yol? İkinci yol. Üçüncü yolunu da göstərək ki, tam aydın olmuş olsun. Bunu da silək. Yəni müxtəlif cür həll edə bilərik. Heç bir fərqi yoxdur. Deməli, üçüncü yolda isə belə yadda saxlaya bilərsiniz. Üçüncü yolu yazaq. Kvadratları fərqin deyirsə, cüt ədədlər arasında 2 fərq var. Yəni 2 vayda arta-arta davam edir və yaxud da azalır. Kvadrat deyəndə 2-nin kvadratı neçə eləyir? 4. Verilən ədədi 28-i bölürük. Həmin 4-ə düşür neçəyə? 7. Deməli, həmin ədədlər biri bundan 1 vahid böyük.
8-dir. Digəri bundan bir kiçik 6-dır. Həqiqətən də 8-in kvadratından 6-nın kvadratını çıxanda 64-dən yəni 36-sını çıxanda yerdə neçə qalır? 28 qalmış olur. Və cəmlərini soruşanda 6 üstəgəl 8 yenə cavab 14 olmuş olur. Bu da oldu 3-cü yol. Yəqin ki, hər hansı biri siz üçün daha rahat olar. Bu yolla həll edərsiniz. 1207-ci sualı bu 3 yoldan biri ilə həll edib, sonra izahına baxın ki, siz üçün daha çox faydası olmuş olsun. 3 yolla qeyd etmişdik. İndi burada nə edərik? Cəmi soruşur. Vaxt getməsin, bir dəfə 36-nı bölərik neçəyə? 2-yə düşər 18. Deməli, bu ədədlərin cəmi 18-dir. Yəni biri 10, digəri isə 8-dir. 1206-da ətraflı geniş izah vermişdik. Keçək 1208-ə. Ardıcıl 3 ədədin cəmi 159-dur. Bu ədədlərdən ən kiçik, rəqəmləri fərqli, ən böyük 2 rəqəmli ədəddən neçə vahid kiçikdir? Ardıcıl ədədlər bir-bir artır. Birini x desək, digəri x plus 1, digəri x plus 2 olur. Bunların cəmini toplayıb 159-a bərabər edib x-i tapa bilərsiniz. Və yaxud da ardıcıl ədədlərdə dedik ki, sayına tək sayda olanda, yəni 3 ədəd, 5 ədəd, 7 ədəd, 9 ədəd və s. Tək sayda olanda elə sayına bölərik, 159-u bölərik. 159-u bölərik 3-ə, düşər neçə? Deməli 5 dəfə 3, 53. Deməli, ortadakı ədəd 53, yəni bu 53-dür. 1 çıxanda digəri 52-dir, bir gəndə digəri də 54. İndi deyir ki, bu ədədlərdən ən kiçik yəni neçə? 52. Rəqəmləri fərqli ən böyük 2 rəqəmli ədəd. Ən böyük 2 rəqəmli ədəd deməli 99-dur, amma rəqəmləri fərqli deyil. Rəqəmlər fərqli ən böyük 2 rəqəmli ədəd 98-dir. Fərqi olacaq nə qədər kiçik? 8-dən 2, 6, 9-dan 5, 4, 46. Yəni cavabımız olacaq D variantı. Keçək növbəti suala. 1209-cu suala baxırıq. 2 rəqəmli 4 fərqli natural ədədin ədədi ortası 19-dur. Bu ədədlərdən ən böyüyü ən çox neçə olur? 4 dənə ədədimiz var, bilmirik. Tutaq ki, A-dır, B-dir, C-dir və D-dir. Bunları toplayıb ədədi orta verilən ədədlərin cəminin sayına bölünməsidir. Və 4-ə bölüb ki, 19 alır. Onda bunların cəmi, yəni A, B, C və D 4-ü 19-a vuranda 70-60 cəmdir. Bu ədədlərdən ən böyüyü ən çox. Məsələn, tutaq ki, ən böyük D-dir. Əgər D-nin ən çox olması üçün digər bu 3 dənəsi yerdə qalanları nə etməliyik? Ən az götürməliyik. Və 4 fərqli natural ədəd. Ən az olsun deyibəm. Biz nə edərik? A-nı ən az neçə götürə bilərik? Ən 2 rəqəmli ədəddən söhbət gedir. Ən kiçik 2 rəqəmli ədəd 10 natural ədəddən söhbət gedir. Digərini götürərək 11. Rəqəmləri fərqi varmı? Xeyr. Sadəcə özləri fərqlidir. 11. Digərini götürərək neçə? 12. 10, 11, 12. Bunların cəmi edər deməli 33. Bəs digəri neçə olacaq? 76-dan çıxarıq 33-ün yerdə qalar 43. Yəni ən böyük, ən çox 43 olmuş olar. Keçək növbəti suala. 1210-cu suala baxaq. 2 rəqəmli, rəqəmləri fərqli 4 fərqli tək natural ədədi ortası 29. Deməli 29-dursa cəmlərini toplayıb, yəni məsələn A plus B plus C plus D 4 dənə toplayıb, yenə bölüb 4-ə 29 alır. Demək bunların cəmi A, B, C və D 4 dənə. 4 9-un 36, 4 2-in 8, o da 3, 11, 116. Demək cəmləri 116-dır. Baxın bizə nə deyir? Yenə də eyni şərt. Bu ədədlərdən ən böyüyü ən çox. Deməli yerdə qalan bu 3 dənəsin ən az götürməliyik. Bunlar necə ədəddir? 2 rəqəmlidir. Bu 1. Və rəqəmləri fərqlidir. Bu 2 və tək ədəddir 3. 3 şərtin 3-ünü də ödəməlidir. 3-ünə də baxmalıyıq. Deməli 2 rəqəmli ədədlərimiz başlayır neçədən? Bunu burada silək, sizə tam aydın olsun. 2 rəqəmli natural ədədlər başlayır 10, 11, 12, 13, 14, 15 və s. belə davam edir. Düzdürmü? 10 götürə bilmərəm, çünki tək deyil. 11 götürə bilmərəm, çünki rəqəmləri fərqli deyil. 12 götürə bilmərəm, çünki təkdir, cütdür. Deməli, ən kiçik neçə götürə bilirəm? 13.
A yazıram neçə? 13. Sonra burada fərqli şərti də var. Bunu qeyd etmişik. Daha doğrusu 4 dənə şərt ödənməlidir. A-nı götürdük 13. Digəri 14 götürə bilmərəm, 14 cütdür. Digəri onda neçə yazıram? 15 yazıram. Üstəgəl 15. 16 yaza bilmərəm deyə, çünki 16 cütdür. Bizə tək lazımdır. 17 yazırıq. Toplasa bu üçünün cəmi 13, 15, 28 üstə 17, bu da 45. 45. 4-ünün cəmi 116 etməlidir. 3-ü 45 isə 116-dan çıxarıq 45-i. 6-dan 5, 1, 11-dən 4-ün getdi, 71. 71-in rəqəmləri fərqlidirmi? Bəli, fərqlidir. Yəni, cavabımız oldu C variantı 1210-cu sualda. Keçək növbəti suala. 1211-ci sual. Ekskursiyaya gələn turistləri 10 qrupa ayırırlar daha doğrusu. Əgər hər qrupda 4 nəfər çox olsa idi, qrupların sayı 6 olardı. Neçə turist var? Deməli, qrupdakı insan sayı, bax, belə də qeyd edilir. Qrupdakı insan sayını bilmirik. Qrupdakı insan sayı olsun nə qədər? X. 10 dənə qrup olsa, cəmi neçə nəfər olar? Məsələn, 5 qrupumuz var. 5 qrupumuz varsa, hər birində 10 nəfər, 5-i 10-a vurarsınız, deyirsiniz 50 nəfər. İndi X sayda olduğuna görə onu vurursunuz nəyə? X-a. Olur ümumi say, turist sayı. Qeyd edək, turist sayı. İndi isə deyir ki, əgər hər qrupda 4 nəfər çox olsa, 4 nəfər çox olsaydı, yəni artıq X nəfər yox hər qrupda, 4 nəfər çox, X plus 6 nəfər olsaydı, 6 qrup olardı. X plus 4 daha doğrusu. X plus 4 olsaydı, 6 qrup olarsa, demək X plus 4-ə vurmalıyıq nəyə? 6-ya. Niyə mötərizə aldıq? Çünki qrupların sayı X plus 4-dür. Mötərizə almasaq, 6-nı ya 4-ə vurmalıyıq, əgər sonda yazırıqsa, qabaqda yazanda, ya da tərsi X-a, bu da düzgün olmaz. İkisi də turistlərin sayı olduğuna görə bunlar bir-birinə bərabər olmuş olur. Onda onlar 10x bərabərdir. 6-nı x-a vuranda 6x, 6-nı 4-ə vurduq 24. Onun altını çıxanda 4x bərabərdir 24-ə, x də bərabərdir 6-ya. Turist sayı istəyir bərabərliyin solunda, istəyir sağında yerinə qoyaq. 10 vur 6, cavabımız edər 60, yəni B variantı. Və yaxud da 6 üstə 4 10 edər, 16 vuranda yenə də 60. Keçək növbəti suala. 1212-ci sual. Ekskursiyaya gələn turistləri 15 qrupa ayırdılar. Yenə də qrupdakı insan sayı nə götürürük? X. 15 qrup 15x eləyir. Əgər hər qrupda 3 nəfər çox, yəni x yox, x plus 3 olsa, 10 qrup olardı. X plus 3-ü vurmalıyıq nəyə? 10-a. İkisi də turistlərin sayı olduğuna görə bir-birinə bərabər. 15x bərabər olur 10x plus 30-a. Buradan 5x bərabərdir 30-a. 30-u 5-ə böləndə x-i tapırıq 6. İstəyir solda, istəyir sağda yerinə qoyaq. 15-i 6-ya vuranda cavab 60. Daha doğrusu 15-i 6-ya vuranda üzülürsən. 60 yox, 90 edər. Və yaxud da 6 üstə 3 gəndə 9, 9 10-a vuranda 90. Cavabımız olar Y variantı. Növbəti 1213-cü suala baxaq. Sinifdə 36 şagird var. Sinifdən 2 qız gedib, 2 oğlan gələrsə, qızların sayı oğlanlardan 2 dəfə çox olar. Sinifdə neçə qız var? Deməli, şagird sayı ümumi nə qədərdir? 36. 2 qız gedibsə, ikisini çıxırıq. Və 2 oğlan gəlsə, üstünə 2 gəlir. Yəni, yenə də şagird sayı neçə olur? 36 olur. Geri qayıtmanı daha rahat həll edib yaza bilərik. Qızların sayı, oğlanların sayı. Ən sonda nə deyir? Qızların sayı oğlanlardan 2 dəfə çox olardı. Yəni, oğlanların sayı x olsaydı, qızlar bundan 2 dəfə çox 2x olardı. Və x üstə 2x yenə də şagirdlərin sayı 36-dır. 3x, 36-nın 3-ə bölündə x düşər 12. Yəni, sonda 12 oğlan, 2-ni də 12-yə vuranda 24 qız olardı. Nə vaxt? 2 qız getsəydi. Amma 2 qız gedibmi? Xeyr. Yəni, getməyib. Onda həmin o 2 qızı xahiş minnətlə geri qaytaraq. Yəni, 24 üstə 2, 26 qız imiş ki, 2 oğlan gəlibmi əlavə? Xeyr. İkisini çıxırıq. Yəni, burada isə 10'muş. Bizdən nə soruşur? Sinifdə neçə qız var? Qızların sayı oldu 26 D variantı.
Sonra deməli nələri yaza bilərik? Yaza bilərik 1214-ə baxaq. 22 şarı var. Sinifdən 3 qız gedib, 1 oğlan gələrsə, qızların sayı oğlanlardan 3 dəfə çox olar. Sinifdə neçə qız var? Gedib gələnləri 22-dir. 3 qız gedib, 3-ünü çıxırıq. 1 oğlan gəlib, üstünə 1 gəlir. Yerdə qalır deməli neçə? 20 şagird. Bu ən sonda olur. Və nə deyir? Qızların sayı oğlanlardan 3 dəfə çox olar. Yəni oğlanların sayı x olsa, qızların sayı sonda 3x olur. Demək bunların cəmi, yəni x-la 3x-in cəmi 20 nəfər etməlidir. 4x 20-ni 4-ə böləndə x-i taparıq 5. Yəni sonda oğlanların sayı 5, qızların sayı 3 5-in 15 olur. Nə vaxt? Geri qayıtmayın. 3 qız getsə, 3 qız gedibmi? Xeyr. Üstünə onda 3 gəlir, yəni qızların sayəsində 18. 3-ü getsəydi 15 qalardı. Bir oğlan gəlsə, bir oğlan gəlibmi? Xeyr. Yəni 5-dən 1-in çıxırıq. 4 oğlandır ki, biri gələndə 5 olardı. Yenə soruşur, sinifdə neçə qız var? Sinifdəki qızların sayı cavab edir 18 B variantı. Keçək növbəti suala. 1215-ci sual. Metal çubuğu 11 bərabər hissəyə bölürlər. Hər parça 20 sm daha qısa olsaydı, çubuq 22 bərabər hissəyə bölünərdi. Çubuğun uzunluğu neçə santimetrdir? Aha. Hər parça deyirsə, bir dənə parçanın uzunluğu nə qədərdir? Bilirikmi? Xeyr, x. 11 bərabər hissə 11x-dir. Çünki desəm ki, bir parçanın uzunluğu məsələn 5 santimetrdir. Ümumi 11 hissə var axı. Yəni 11 parça nə qədər edərdi? 11-i x-ə vurarız. 5-ə vurarız daha doğrusu. İndi də x qeyd etdiyimizə görə 11-i nəyə vururuq? 11 x-ə. Yəni bu deyilir ümumi çubuğun nəyi? Uzunluğu. Uzunluq. Ümumi uzunluq. İndi deyir ki, hər parça 20 santimetr qısa. Yəni x yox, x çıx 20 olsaydı 22 bərabər hissəyə bölünərdi. 22 dənə x çıx 20 nə deməkdir? Yəni 22-yə biz bunu vurmalıyıq. İkisi də çubuğun uzunluğu olduğuna görə bir-birinə bərabərdir. Vurub açıb həll edə bilərik və yaxud da burada hər birini 11-ə bölək. Burada qalar 2. İndi vurub açaq. X bərabər 2-ni x-ə vuranda 2x, 2-ni 20-yə vuranda 40. Və buradan da deməli 40 bərabərdir x-a. X-i 40 tapdıq. Bizdən çubuğun uzunluğunu soruşur. İstəyir bərabərliyin solunda, istəyir sağında yerinə qoyub tapa bilər. 11 vurulsun 40-a. 11-i də 40-a vuranda 0. Deməli 4. 440 səhv eləmirəmsə. Yəni cavabımız edər 1215-də B variantı. Keçək növbəti suala. 1216-cı suala baxırıq. Metal çubuğu 13 bərabər hissəyə böldülər. Hər parça, yenə də baxın qeyd edirik, parçaların sayını götürürük. Yaxşı sual kimi. X götürürük. 13 dənə x-i toplamaq 13x ümumi uzunluqdur. Və deyir ki, hər parça 15 sm qısa olsaydı, yəni x çıx 15 olsaydı, 52 olmalı səfərim. 52 bərabər hissəyə bölünərdi. 52 ilə x çıxısının 15-i toplamaq, x çıxısının 15-i 52-yə vurmaq demək. İkisi də ümumi çubuğun uzunluğu olduğuna görə bir-birinə bərabər. 52-ni mötərizə vurub aça da bilərsiniz, amma daha rahat kiçildək. Hər birini 13-ə bölək. 13-ə böldük, burada x qaldı. 52 13-ə böləndə 4 qaldı. 4-ü vuranda x hesabı edər 4x çıx. 4-ü 15-ə vurduq 60. Buradan 60 bərabər 3x. 60-ı 3-ə böləndə x bərabər olar 20. Nə soruşur bizdən? Ümumi uzunluq 13x-dir və yaxud da x çıx 15 vur 52. 13 vur 20, bu da edər 260. Və yaxud da 20-dən 15-in çıxanda qalar yerdə 5, 5-i vuranda 52, yenə də cavab edər 260 C variantı. 1217-ci suala baxırıq. Tural maaşının 4də 1-ni marketdən, qalanın 4də 3-ünü bazarda, qalanın 2də 1-ni bankda xərclədi. Geriyə gündəlik 5 manat olmaqla 30 günlük xərci qaldı. Turan bazarda xərclədiyi pul ilə banka verdiyi pulun 8 mislinin cəmi neçə manatdır? Bu tip suallarda indi əvvəlcədən Turalın pulun x-i da verib həll edə bilərik. Müxtəlif yollarla. Sadəcə əvvəlcədən formada x verib həll edəndə 4də 1-in tap, sonra çıx, sonra qalan 4də 3-ün tap və sonra çıx və s. vaxt aparır. Daha rahat yolun necə qeyd etmişdik? Kəsr məsələlərində də bu tip məsələlərin qalanın şərti olanda deyirik ki, geri qayıtmaqla saniyələr içində taparıq.
Bizdən nəyi soruşurdu? Deyir 5 manat olmaqla 30 günlük xərci qalıb. Baxaq ümumi nə qədər pul qalıb. Gündə 5 manat 30 günə bu edir 150 manat. Turan bazarda xərclədiyi pul. Yazaq bazar. Bazarda qalanının 2/1-ni xərcləməmişdi. Daha doğrusu bazarda 4/3-ü, bankda isə 2/1. Bankda verdiyi pulun da 8 misli. Bir də yazaq bank. Bankda sonra ən sonda 2/1 deyildi bankda. 2/1 idi və 150 qalmışdı. Yəni elə banka xərcləyib 150. Bu bizim yadımızda. Bunu qeyd edək. Banka 150 yadda qalsın. Çünki 2/1-ni xərcləyibsə 2/1 də qalıb. Və banka da deməli elə 150 xərcləyib. İndi pulunu tapaq, geri qayıdaq. Geri qaydanda bir də saniyə. 2/1-i 2/1 gəlibsə yerdə 2/1 qalıb. 2/1-i 150 olan ədədi tapmaq üçün 150-ni böldük 1-ə. 150 2-yə vurduq 300. Bizə bir də nə lazımdır? Bazarda xərclədiyi pul. Bazarda xərclədiyi pulda qalan 4/3-üdür. Yəni hər hissə 300 etməlidir. Onda bazar nə qədər olacaq? 4-dən 4 hissədən ümumi 3 dənə hissə götürülürdü. Yəni 300, 300 və 300. Hər biri 300. Bazarda nə qədər xərcləyəcək? Bu da eləyəcək 900. İndi nə soruşur bizdən? Bazarda oldu 900. Deməli, bazarda xərcləyib pul 900 üstəgəl banka verdiyi pulun 8 misli, yəni 150 vurulsun 8. Burada 900 üstəgəlsin 8 15-ə vuranda 120 yanında bir sıfır 1200 üstələ 900 gəlində bu edir 2100 manat. Yəni cavabımız olar D variantı. Digər yolunda göstərək, tam aydın qalsın. Deməli, digər yolunda belə yaza bilərik. Necə yaza bilərik? Turalın maaşının 4/1-ni marketdə, yəni əvvəlcədən Turalın puluna nə deyərik? X deyərik. Deməli, onda olacaq market qeyd edək. Market 4/1x. Qalan nə qədər olacaq? Burada qalanları yaz. 4/1 gəlibsə qalan oldu 4/3x. Qalanın 4/3-ünü bazarda. Bazara onda nə qədər olacaq? Deməli 4/3x-in də 4/3-ü deyəndə vururuq 4/3-ə. Bu deyilir 16/9x. Qalan nə qədər olacaq? 4/3x-dan çıxacaqsınız 16/9x-in. 4 və 16 üçün ortaq məxrəc 16-nın özüdür. Demək 4-ə vurmalıyıq. 3 4-ün 12. 12-dən 9-un çıxanda bu eləyir 16/3x və həmin qalanda 2/1-in bankda xərclənir. Deməli bu bazar. Burada yazırıq B-A-N-K. Bankda da 2/1. Yəni 16/3x-in də 2/1-i 2/1-ə vuranda bu deyilir 32-də 3/1-in 3x-də oldu bank. Bizə nə lazımdır? Bizə lazımdır bazar, bu qədər, bir də nə lazımdır bank. Geriyə deyir nə qədər pul qalıb. Geriyə də deyir ki, 5 manat olmaqla 30 günlük xərc. Və 2/1-i 32-də 3x-da, yəni ümumi qalan 16/3x-dan çıxanda 32-də 3x-in, yəni yarısı elə 32-də 3x-dırsa 2/1. Digəri də 32-də 3x olacaq. Çünki elə ortaq məxrəc gətirəndə 16-nı vurmalıyıq 2-yə. 3-ü də 2-yə vuranda 6 eləyir. 32-də 6-dan 32-yə 3-ün çıxanda yerdə qalır 32-də yenə də 3x. Yəni bu oldu qalan. Bu qalan bərabərdir gündə 5 manat işlətməklə 30 günlük xərc. Yəni 5 vur 30-a 150 manat. Onda 32-də 3-ü 150 olan ədəd tapaq. X bərabərdir 150-ni bölürük 3-ə, vururuq 32-yə. 3-ə böləndə 50, 50-ni də 32-yə vuranda 0 yazaq. 5 üçün 0 bir yadda, 5 üçün 15 o da 1 16 1600. 1600 ümumi oldu Turalın nəyi? Varı, dövləti pulu. Bizdən soruşur ki, bazarda xərclədiyi pul ilə bazarda xərclədiyi pulu qeyd etmişdik. Bazarda nə qədərdir? 16/9-u qədər. 1600-ün 16/9-un böl 16-ya vur 9-a. Bu etdi. Yenə 900. Sonra nə deyir? Bankda xərclədiyi pulun 8 misli. Bankda deməli 32-də 3x-dir. 1600-ün 32-də 3-ü böl 32-yə vur 3-ə. 32-yə böləndə deməli düşdü 50, 50-ni də 3-ə vuranda yenə 150.
və bunun da 8 misli. 150 vur 8-ə yenə də etdi. Deməli 1200 və yenə də 1200 ilə 9-u toplayanda 2100 cavabını almış oluruq. Bu yolla da cavabımızı tapa bilərik. Sadəcə birinci yol, geri qayıtma yolu kəsr məsələlərində də qeyd etmişik. Daha sadə və belə deyək, tez həll olunmuş olur. Nəinki belə. Nəysə, keçək növbəti. daha doğrusu 1218. X ədədi y-in 4 misli. Y ədədi z-in 3 misli olarsa, x ədədi y üstəgəl z-in neçə mislidir? İndi bunu riyazi yolla da göstərək, digər yolunda yazacaq. Yazacaq birinci yol. Birinci yolunu qeyd edək, baxaq. Deməli, x ədədi y-in 4 misli. X, y və z qeyd edək. Y də z-in 3 misli. Z ədədini bilmirəm. Z-ə bir məsələn m yazıram. Y bunun 3 misli. Geridən daha rahat həll edərək. Y bunun 3 misli. M-in 3 misli bu eləyir neçə? 3m. X ədədi də y-in 4 misli. Yəni 3m deyil y. 3m-in də 4 misli vur 4-ə. X edir 12m. Formada yazdıq. X ədədi y plus z-in ədədinin neçə mislidir? Y plus z deyəndə y üstəgəl z, yəni y-in yerinə 3m, üstəgəl bir də m qoyuruq. 3m istəməyi bu edir 4m. Yəni 12m x ədədi. Bunların cəmi, yəni 4m-in neçə mislidir? 12-ni böləndə, yəni 12m böləndə 4m, yerdə cavab qalan neçə? 3, deməli 3 mislidir. Cavab olur B variantı. İndi ikinci yolun qeyd edək. İkinci yolun yazaq. Bura yazaq deməli ikinci yol. İkinci yolunu isə belə yaza bilərik. Bizə demir x y-in 4 misli. Y, x, yenə z qeyd edirik. Y-ə hər hansı bir ədəd. Sonra y-də z-in 3 misli olacaq da. 4-ə 3-ə bölünən hər hansı bir ədəd yaza bilərik. Məsəl üçün y-ə yazıram 24. Hər hansı bir ədəd. Xəyali yolu yaza bura. Xəyali ədədlə tapa bilərsiniz. Xəyali ədəd. X y-in 4 misli. Yəni x-də olacaq 24-ün 4 misli. Vur 4-ə. Bu da eləyir 96. Y də z-in 3 mislidir. Yəni nə 3-ə vuranda 24 eləyir? 10-dəşini 24-ü böləndə 3-ə 8 ki, 8-in 3 misli 24 eləyir. İndi yenə də x ədədi y plus z-in y və z. Yəni 24 üstəgəl 8. Bu eləyir 32. X ədədi 96. 32-nin neçə mislidir? 96-nı yenə böləndə 32-yə, bu da düşür. Yenə cavab edir 3 misli. Bu yolla da cavabımızı tapmış olarıq. Keçək növbəti suala. Növbəti sual keçməmiş digər yolunu da göstərək. İndi yəni cürbəcür həll edə bilərsiniz. Hər cür yolu göstəririk ki, hər kəsə tam aydın olmuş olsun. Yenə qeyd edirik x, y, z. Geridən qayıdın. Geridən daha rahat həll edə bilərik. Y z-in 3 misli. Z ilə olduğu kimi saxlayaq. Z şəklində qalsın. Y bunun 3 misli. Yəni z-in 3 misli ilə 3z. X da y-in deməli 4 misli. Y-də 3z-dir axı. 3z deməli vurulsun 4-ə. Bu deyilir 12z. Həmin bu 12. Yenə də y plus z-in, yəni 3z, bu da z. Yəni cəmi 4z-in neçə mislidir? 12-ni 4-ə böləndə yenə 3 cavab almış olur. Nəysə, yəqin ki, artıq aydın olmuş olar. Keçək növbəti 1219. X ədədi y-in 6 misli, y ədədi z-in 2 misli olarsa, x ədədi y plus z ədədinin neçə mislidir? Yenə də həmin şey x, y, z qeyd edirik. Z-ə yazaq ki, məsələn, o z olsun 1. Özümüzdən xəyala bir ədəd. Y bunun 2 misli, 2-ni vuranda 1-ə y olur 2. X də bunun 6 misli, 2 vur 6-ya, bu deyilir 12. Deməli 12, yəni x ədədi bunların cəminin 1 üstə 2 gələndə bu eləyir neçə? 3. 12 3-ün neçə mislidir? 12-ni böləndə 3-ə cavab oldu 4C variantı. Və ya digər yollarını yaza bilərsiniz. 1218-də ətraflı izah etmişdir. Keçək növbəti suala. 1220-ci suala baxırıq. İşə götürən firma 40 nəfər yeni işçi götürdü. Əgər bunun əvəzinə 80 nəfər işçi azad edilsəydi,
Firmada indikindən 2 nəfər az işçi olardı. Yeni işçi götürməzdən əvvəl firmada işçilərin sayı neçə nəfər idi? Deməli, əvvəl var. Əvvəl. Bilmirik, əvvəlki say olsun x. Bizdən də həmin bu x-i soruşur. Əvvəl. İşçi götürməmişdən qabağa nə qədər işçi var idi. İndi də 40 nəfər yeni işçi götürüb. İndi də onda olacaq x plus 40. İndi deyir ki bizə, əgər bunun əvəzinə 80 nəfər işçi azad edilsə, yəni x-in üstünə 40 gəlmə əvəzinə x-dan 80 nəfər çıxsaq, azad etmək, çıxartmaq demək. Azad etsəydi, firmada indikindən, indi nə qədərdir? X plus 40-dan. 2 dəfə az işçi olardı. 2 dəfə də az demək 2-yə bölmək deməkdir. Onda x plus 40-ı da bölməliyəm nə? 2. İkisi də eyni işçi sayı olduğuna görə bir-birinə nə olar? Bərabər olmuş olar. Hər tərəfi 2-yə vuranda çarpaz şəkildə onda olacaq 2x çıx 2-ni 80-ə vuranda 160 bərabərdir. 2-lər buradan gedər, yəni 2-yə vuranda olar x plus 40-a. Buradan x bərabər olar 200-də. Bizdən də əvvəli soruşurdu. Yəni x-i tapmaq lazımdır. Deməli, əvvəlcə 200 nəfər var. Cavabımız olar B variantı. Keçək növbəti suala. 1221-ci suala baxırıq. Sinifdəki şagirdlər 2 qrupa bölünərək səbətə top atırlar. Hər iki qrupda şagird var. Birinci qrupdakı hər şagird səbətə 3 top, ikinci qrupdakı hər şagird isə səbətə 4 top atır. Səbətdə cəmi 76 top olarsa, birinci qrupda ən çox neçə şagird ola bilər? Qeyd edək, birinci qrup və ikinci qrup. Birinci qrupda tutaq ki, A sayda olsun, ikinci qrupda da B sayda. Birinci qrupda hərəsi 3 top atır. Məsələn, tutaq ki, 5 nəfərdir, hərəsi 3 top atanda 5-i 3-ə vurub 15 deməli. İndi hərəsi deməli 3 top atdığına görə A-nı vurmalıyıq 3-ə. Yəni A vurulsun 3. Digərində də B sayda şagirddir, hər biri də 4 top, B vurulsun 4. Bunların cəmi ümumi nə qədərdir? 76-dır. Və bizə deyir ki, birinci qrupda ən çox neçə şagird? Yəni birinci qrup soruşur, yəni A-da ən çox neçə olur? A-nın ən çox olması üçün, yəni A vurulsun 3, 3A nəyə bərabərdir? 76 çıxılsın, B vurulsun 4, yəni elə 4B deməkdir. A-nı da tapmaq üçün biz 76 çıxılsın 4B-ni 3-ü A-ya vurmuşdu, bu ifadəni almışdı. Deməli, həmin bu ifadəni 76 çıxılsın 4B-ni 3-ə bölsək A-nı taparıq. A-nın da ən çox olması üçün B-ni biz nə etməliyik? Ən az götürməliyik. Çünki buradakı ən az olmalıdır ki, ən az olmalıdır ki, daha kiçiyə də götürüb 3-ə bölək. Hər qrupda şagird var deyib, 0 götürə bilmirik. 1 götürsək, 4 1-in 4, 76-dan 4-ün çıxanda 72, bəli. Deməli, A bərabər olar 76 çıx 4 böl 3-ə, 72-ni 3-ə böləndə cavab edər 24. 24 cavabı varmı? Xeyr. Burada cavabımız 24-dür. Deməli, burada nə kimi qeyd edə bilər? Hər iki qrupda şagird var. Hər iki qrupda qeyd edə bilər ki, ən azı 2 şagird var. Bu formada qeyd etsə daha düzgün olar. Çünki baxaq, nəsə bir şey səhv etmişikmi? Xeyr. Cavab 24 olmalıdır. Keçək növbəti suala. 1222-ci suala baxaq. Sinifdəki şagirdlər 2 qrupa bölünərək səbətə top atırlar. Hər iki qrupda şagird var. Eyni tip sual. Birinci qrup 4 top. Yenə qeyd edək 1 və 2. 1 də A sayda, 2 də B sayda. 4 top, yəni 4A. Digəri 5 top. 5B. Bunların cəmidir 81. Birinci qrupda ən çox neçə şagird? Yəni 4A nəyə bərabərdir? 81 çıxılsın 5B-yə. Və A nəyə bərabərdir? 81 çıxılsın 5B ifadəsinin bölməliyinə 4-ə. A-nın ən çox olması üçün, yəni buradakı ifadə deyir ən çox olsun. A-nı ən çox götürmək üçün biz B-ni, yəni bu ən çox, onda B nə olmalıdır? Ən az. Yəni az götürməliyik ki, ən az. 81-dən həmin ifadəni çıxanda daha və 4-ə böləndə sonda daha böyük ədəd alınır. 0 yaza bilmərik, çünki hər iki qrupda şagird var deyir. Həm də onsuz 81 bölünməz 4-ə. 1 yazsaq deməli 5 birin 5 bölünərmi? Bəli. Deməli, onda A bərabər olar 81 çıxız. B-nin yerinə yazaraq 1, yəni 5 birin 5 böl 4. 81-dən 5-in çıxanda 76, 76-dan 4-ə böləndə cavab edər neçə? 19, yəni A variantı. 1221-ci sualla eynidir. Sadəcə
21-in çox güman variantında səhvlik var idi. Nəysə, keçək 1223-cü suala. Aynur kitablardan hər dostuna üçünü versə, 27 kitabı qalar. Kitabları bərabər paylasa hamıda 6 ədəd kitab olar. Aynurun neçə dostu var? Baxaq. Qeyd edək dostların sayını yazaq. Dostlar sayı. Dostlar sayını götürək. Nə qədər? X. Hərəsinə 3-ün versəm. Məsələn 5 dostu var. Hərəsinə 3-ün verəndə deyərək ki 5 üçün 15 kitab edir. Düzdürmü? İndi X sayda dostu var. Hərəsinə 3-ün verəndə bu edir 3x sayda kitab sayı. 27 kitabı qalır. Yəni 3x sayda kitabı dostlarında plus 27-si də özündə qalıb. Bu qədər bu ifadə nə deməkdir? Kitab sayı deməkdir. Kitab sayı. Və deyir ki, kitabları bərabər paylasam. Kitabları bərabər paylasa, dostlarının sayı x deyil. Dostların sayı nə qədərdir? X. Və bir də kim var əlavə? Aynurun özü var. Aynur özü özünün dostudurmu? Xeyr. Yəni x sayda dostu, bir də plus kim? Aynur xanımın özü. Bərabər paylayanda hamıda deyəndə artıq kimdə nəzərdə tutun? Yəni Aynurun özüdə. Hamıda 6 ədəd kitab olur. X plus 1 kitab və daha doğrusu x plus 1 sayda insan hərəsində 6 ədəd kitab vururuq 6-ya. Bu da olur bizdə nə sayı? Kitab sayı. İkisi də kitab sayı olduğuna görə bir-birinə nə olmuş olur? Bərabər olmuş olur. Bunu da həll etsək 3x plus 27 bərabər olar. 6-nı x-ə vuranda 6x, 6 1-in 6. 27-nin altında çıxanda 21 bərabər 3x, 21 3-ə böləndə x bərabərdir. Deməli 7-yə. Bizdən nəyi soruşur? Aynurun neçə dostu var? Dostların sayı x ilə ifadə etmişdi. X oldu 7. Aynurun 7 nəfər dostu var. Hələ ki izahlarımız bu qədər. Umarım ki sizlərə bir faydası olmuş oldu. İzahlarımız davam ediləcək. Hər hansı başqa bir bölmələrin, testlərin və s. mövzuların izahları sizlər üçün maraqlıdırsa, kanala abunə olub, bildirişləri aktiv edin. Rəy bölməsində iradə və təkliflərinizi qeyd edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahda görüşənədək hələ ki, hələlik.